Qəbələ rayonunun Zaraxan kiçik bir qəsəbəsinin böyük dərdləri. Qəbələ rayonunun ağ ətəyində yerləşən Zaraxan qəsəbəsi illərdir diqqətdən kənarda qalıb. Burada yaşayan insanlar üçün hər gün bir mübarizə, hər yağış isə bir sınaq kimidir. Qəsəbənin əsas problemi yol infrastrukturunun bərbad vəziyyətdə olmasıdır. Yağışlı günlərdə küçələr palçığa dönür. Səkilər demək olar ki, yoxdur. Maşınlar bataqlığa düşür. Amma problem təkcə yollarda deyil. Zaraxan sakinlərinin sözlərinə görə qəsəbəyə nə taksi gəlir, nə də ictimai nəqliyyat işləyir. Taksi çağırırıq, amma gəlmək istəmirlər. Deyirlər, yollar pisdir, maşın xarab olur. Kim gəlsə, 2 qat pul istəyir. Qışda bəzən günlərlə qəsəbədən çıxa bilmirik, deyə sakinlərdən Fəridə xanım danışır. Nəqliyyatın olmaması sakinlərin gündəlik həyatını iflic edib. Xəstəxanaya getmək, bazara çıxmaq, məktəbə getmək üçün insanlar ya piyada uzun məsafə qət etməli, ya da təsadüfi yük maşınlarına minməlidirlər. Təcili tibbi yardım çağıranda da vəziyyət çətindir. Yollar pis olduğuna görə bəzən maşın qəsəbəyə gəlmir, ya da gecikir. Elə olub ki, xəstə adamı özümüz araba ilə aparmışıq. Unudulmuş yollar, gecikən yardımlar. Zaraxan qəsəbəsində təcili tibbi yardımın gec gəlməsi bəzən insan həyatına başa gəlir. Yağışlı və qarlı havalarda qəsəbədə rayon mərkəzi arasındakı məsafə daha da uzaqlaşır. Bir dəfə qonşumuzun uşaq xəstələnmişdi. Təcili yardım 3 saata gəldi. Həmin vaxt yol tam keçilməz idi. Bu vəziyyətdə biz nə edə bilərik? Deyə sakinlər gileylənirlər. Bəli, düzgün də gileylənirlər. Axı bu qəsəbədə yaşayan sakinlər unudulubdur. Bu sakinlərin başına hər hansı bir problem gəlsə, demək olar ki, heç kim bu problemi həll etmir. Görüb görməməzlikdən, eşidib eşitməməzlikdən irəli gəlir. Sakinlər bildirirlər ki, qəsəbənin bu vəziyyəti sadəcə narahatlıq yox, həm də təhlükə yaradır, xüsusilə qoca və xəstə insanlar üçün. Hər an faciəvi nəticələr ola bilər. Qəsəbənin səsi eşidilmir. Zaraxan cəmiyyətinin dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də nəticə yoxdur. Nə yol çəkilib, nə də səkilər təmir olunub. Nəqliyyat dayanacağı, tibb məntəqəsi və işıqlandırma sistemi demək olar ki, mövcud deyil. Biz nə Azərbaycanlı kimi, nə vətəndaş kimi diqqət görmürük. Halbuki hamımız bu dövlətin bir parçasıyıq. Sadəcə bizdə yaşamaq istəyirik. Amma bu şəraitdə necə? Doğrudan da sakinlərin gileylənmə haqqı var. Çünki bu ərazidə yaşayan gənclərimiz var ki, onlar böyüyüb artıq vətənə xidmət etməlidirlər. Vətənə borcunu verməlidirlər. Bəs vətən bu xalqa nə verir? Məmur bu xalqa nə verir? Ümid hələ yaşayır. Bütün bu çətinliklərə baxmayaraq Zaraxan sakinləri ümid edirlər ki, nə vaxtsa bu yollar təmir olunacaq, nə vaxtsa bu yollarda bərpa işləri aparılacaq, təcili tibbi yardım vaxtında gələcək, həyat bu qəsəbədə yenidən canlanacaq. Ümid edirik ki, doğrudan da həyat bu qəsəbədə canlanacaq. Nəinki Qəbələnin Zaraxan qəsəbəsində, ümumiyyətcə Azərbaycanın bəzi rayon və kəndlərində, hətta şəhərlərin daxilində belə ara küçələrdə və döngələrdə yollar çox bir bərbad haldadır. Tam təmir edilməyib, asfalt örtüyü tam çəkilməyib, yarı-yarımçıq çuxurlar, qazıntılar, piyada səkilər demək olar ki, yoxdur. Yollarda isə avtonəqliyyatların nişan qeydiyyatları belə yoxdur ki, həmin yollardan tam istifadə etmək olsun. Biz təmir, asfalt, yayğı istəyirik. Çox şey istəmirik. Sadəcə normal yaşayış şəraiti. Bəli, biz normal bir şəraitdə yaşamaq istəyirik ki, bizim də insanıq və biz də normal bir həyat keçirmək istəyirik ki, bu gənc nəsillər də normal bir həyat keçirməlidir ki, onlar da Azərbaycanın bir vətəndaşıdır. Gələcəkdə Azərbaycanı hərəsi bir sahədə təmsil edəcək. Əgər biz bu gənclərin gələcəyini fikirləşmiriksə, bu dövlətin gələcək qurumunu fikirləşmiriksə, demək bu öz tariximizi də unudacaq, gənclərimizi də unudacaq və yerindən qalxan gənc nəsil Azərbaycanın tarixini də bilməyəcək. Çünki dövlətin məmuru vətəndaşına qayğı göstərmirsə, biganə yanaşırsa, artıq vətəndaş da bu dövlətdə biganə yanaşır. Bu dövlətin məmurunun özbaşınalığından yorulur və bu Azərbaycanda vətəndaşın üzücü, bezici bir həyata davam etməsinə gətirib çıxardır və bu belə olanda vətəndaş ya bu dövləti tərk etməlidir, ya da öz haqqını tələb etdiyi zamanda tələbi
yerinə yetirilmir. Ümid edir ki, nə vaxtsa bu haqq, ədalət yerini tapacaq. Dövlətin rəhbəri bu icra başçıları, məmurları vəzifəyə təyin edən zaman tapşırıq göstəriş verir ki, xalqla ünsiyyətdə olsunlar və xalqın bütün problemlərini həll etsinlər. Nədənsə dövlət rəhbərinin sözü və qərarı sərəncamı deyəsən məmurların heç vecinə də deyil. Sadəcə özlərinin qərarları özləri üçün vecinədir. Yəni cibləri həmişə pulla dolu olsun. Dövlətin büdcəsindən ayrılan pulları necə, nə cür etsinlər, mənimsəsinlər. Və bu Zərafşan qəsəbəsindəki bu həyat, sadəcə olaraq təkrar edirəm ki, təkcə bu ərazilərdə deyil, Azərbaycanın bütün bölgələrində var. Lüksə çevrilir bu problemlər. Sanki brend bir haldır, brend bir modeldir. Bu həllini tapa bilmir. Tapsa da üzü bəzək olur, altı isə təzək olur. Yəqin ki, sakinlərin səsləri eşidiləcək və az da olsa bu problemlər həllini tapacaq. Günarə Əliqızı TTV kanalının əməkdaşı. TTV kanalının əməkdaşı Günarə Əliqızı.